Salam, bugün SQL-də olan cədvəllər arasındakı əlaqələr haqqında danışacağım. Hansı əlaqə növləri var və üzərlərində nümunə göstərəcəm. Nə üçün istifadə olunur, onun haqqında danışacağıq. İlk öncə hansı əlaqə tiplərimiz var? One-to-one əlaqə növümüz var. One-to-many əlaqə növümüz var və many-to-many əlaqə növümüz var. Ən çox istifadə olunan bunlardır. Nə üçün istifadə olunur? Məlumatların təkrarlanmasını azaltmaq üçün, təhlükəsizliyi artırmaq üçün və performansı yüksəltmək üçün istifadə olunur. İlk öncə one-to-one əlaqədən başlayaq. Bu əlaqə bizə icazə verir ki, bir table'da olan data başqa bir table'da olan sadəcə bir dataya uyğundur. Məsələn, bizim bir table 1'imiz var və table 2'miz var. One-to-one əlaqəsi bizə icazə verir ki, table 1'dəki bir data, table 2'dəki sadəcə bir dataya uyğun gəlsin. Məsələn, bir şəxsin bir şəxsiyyət vəsiqəsi ola bilər, bir ölkənin bir prezidenti ola bilər və s. Deyək ki, bizim one-to-one əlaqəmiz yoxdur. Bizim bir istifadəçi table'ımız var, bir də passport table'ımız var. Identity card deyək. Və deyək ki, bizim heç passport table'ımız yoxdur, identity card və bizim 2 dənə istifadəçimiz var. Və biz pasport məlumatlarını burada saxlamalı oluruq. Nömrəsini, verilmə tarixini, bitmə tarixini, hər biri burada təyin olunur və s. məlumatlar. Bunun dezavantajı nədir? Mən sabahlarım sadəcə şəxsiyyət vəsiqəsi ilə bağlı olan məlumatlarda düzəliş etmək istəsəm, onda istifadəçilər table'ına müdaxilə etməli olacağam. Amma mənim istifadəçilər table'ına müdaxilə etmək kimi bir istəyim yoxdur. Sadəcə pasport nömrəsini və yaxud da başqa bir məlumatı dəyişmək istəyirəm. Bu bir problem. İkincisi, unique deyil. Mən bir pasportu başqa bir istifadəçi üçün də istifadə edə bilirəm. Hansı ki, bu təhlükəsizliyi azaldır və təbii ki, belə balaca table'larda yox, amma daha böyük table'larda, kolumları çox olanda, onda performans da azalır, çünki datalar yığılır. Bunu həll etmək üçün də one-to-one əlaqəsindən istifadə edirik. Bizim bir identity card table'ımız olur, özünün ID'si olur və artıq nömrə, issue date, expire date hamısı burada saxlanılır və bununla yanaşı user'ın da ID'sini burada saxlayırıq. Və bu artıq unique olur. Bir pasport sadəcə bir istifadəçiyə aid ola bilər. Artıq biz bir pasportu başqa bir istifadəçiyə daxil etməyə çalışsaq, onda bizdə error verir. Çünki birdən çox istifadəçiyə aid ola bilməz. One-to-one bunu bizə icazə verir. Yenə qeyd edirəm, məsələn, bir ölkədə bir prezident olur. Bir prezident sadəcə bir ölkənin idarə etməsində məşğul olur. Məsələn, bizim bir country table'ımız var. Niyə identity bir-bir yazdıq? Birdən başlayır və hər dəfə bir-bir auto increment olunur. Yəni, hər dəfə ID-ni özümüz yazmamaq üçün. Eyni qaydada yəni president table yaradaq. İndi bu table'ı one-to-one eləyək. Bunun üçün bizə lazımdır country'nin ID'si. Və onun unique olması. Bir datamız təkrarlanmaz. Və təbii ki, foreign key ilə biz bu table'dakı country ID-ni referans edirik country table'ındakı country ID. Table'ımızı yaradırıq. Daha sonra yoxlayaq. Gördüyünüz kimi table'larımız yaranır. Eyni qayda prezident table. İndi datalarımızı daxil edək. ID-ni daxil etmirik.
Sual işarəsi düşür. Çünki biz bunu bu UTF-8'e görə baş verir. Qarşısına en yazarsaq. Düzəlməlidir. Aha. İndi eyni qaydada prezident üçün yaz. Bunu daha səliqəli, neyse belə qalsın. Biz burada yazırıq. Bu birinci ölkəli ID-yə aiddir. Həmçinin eyni qaydada rank yerdə baxaq bir dənə country ID-imizə. ID-lərimiz bayaq silikdir, dəyişib. Həmçinin prezidentin datalarına baxaq. İndi bunu məsələn select edək. Təbii ki, bu formada yazmırıq. Bizə belə yazaq. Daşıran bir səliqəli olsun, ona görə belə yazıram. Bu cür yazırıq. Yəni artıq selectimizi çəkərkən as da yaza bilərik, yazmaya da bilərik. Mən iki table'ı birləşdirirəm və datalarımı göstərirəm. Bu formada. Bunu belə də yazıram. Bunu eyni qaydada country üçün də tətbiq edirəm. Bu formada qeyd edə bilirik. Artıq bir ölkənin bir prezidenti var. Məsələn, deyək ki, biz yenidən tutam ki, fərqli bir, məsələn, bunu da 3-ə daxil etmək istəyirəm. Görürsünüz, bizdə artıq error verir. Çünki bir ölkənin sadəcə bir prezidenti olması dediyimiz üçün burada ID unique olmalıdır. Yəni, bu one-to-one qaydasının arxasınca düzgün gedir. Amma əgər məsələn bu insert eləsəydim də bizim one-to-one əlaqəmiz pozulmuş olardı. İndi isə one-to-many'yə baxaq. Yəni burada məncə anlaşılmazlıq qalmadı. One-to-many'yə baxaq. One-to-many